2004-cü il jurnalist Günel Natiqin, yazıcı publisist Natəvan Dəmirçioğlu ilə müsahibəsi. Natəvan xanım, xoş gördük sizi. Çox sağ olun. Natəvan xanım, kənardan sizə baxanda siz çox iradəli, güclü xarakterə malik bir insan təsiri bağışlayırsınız və belə bir təəssürat yaranır ki, siz ancaq məntiqinizə güvənirsiniz. Amma mən sizin əsərlərinizi oxudum və məndə belə bir fikir yarandı ki, siz daha çox ürəyinizlə hesablaşırsınız. Yəni, bilmirəm, mənim qənaətim nə dərəcədə doğrudur. Bilirsən Günel, kənardan dərk olunmaq nə qədər xoşdur. Yəni, kənar ətraf mühit səni dərk edir və qəbul edir. Və sən o fikri eşidəndə sənin üçün həm əziz olur, gözəl olur, həm də müəyyən mənada gözlənilməz olur. Məsələn, nə qədər dedikləriniz tamamilə doğru olsa da, hər halda siz məni ilk anda təəccübləndirdiniz. Yəni, mən heç vaxt düşünməzdim ki, kənardan mən bu şəkildə dərk olunum. Amma siz tamamilə onu düz deyirsiniz ki, biz məntiqlə hərəkət edirik həyatda. Yəni, nələrə nail oluruq, istəyir şərlə mübarizədə, istəyir xeyir üzünə gördüyümüz işlərdə, bütün hamısında məntiq bizim yardımçımızdır, yəni bu bizim həyat xəttimizdir. Amma hər şey ürəyə əsaslanır. Yəni, ürəksiz atılan addım, ürəksiz yürüdülən məntiq, ürəksiz yürüdülən siyasət, hətta belə deyək ki, mən onu dərk eləmirəm, yəni o mənə çatmır. İnsan və insanlıq üçün ən mühüm, ən böyük məfhum bəlkə də doğrudan da ürəkdir. Yəni, hətta siyasətdə də ürəyin böyük rolu var, yəni siyasət işlərində. Hər halda mən elə düşünürəm. Və onu deyim ki, nədənsə söhbətimiz elə başlanğıcda siyasətdən başlanğıc götürdü. Amma mən deyərdim ki, sənət adamları ümumiyyətlə siyasətdə uduzurlar. Yəni, heç kəs məndən inciməsin. Və görünür, bunun da bəlkə saatlarla bunun haqqında danışmaq olar. Amma mənim şəxsi fikrim belədir ki, sənət özü bir siyasətdir. Əgər insana yaradan tərəfindən, təbiət tərəfindən bu siyasətdə bir fitri qabiliyyət verilibsə, mənə elə gəlir ki, digər nəyəsən yön götürməyə heç bir ehtiyac yoxdur. Yəni, sənətin özü ən uzun ömürlü, ən daimi, ən hər tərəfli bir siyasətdir. Əgər sən sənətkarsansa, elə yetər ki, sən sənətdə qalasan və yetər ki, sən bu sənətdə bütün bacarığını, bütün qabiliyyətini ortaya qoyasan. Və onu da deyim ki, ümumiyyətlə sənət böyük enerji tələb eləyir. İstəyir bunun söz sənəti olsun, istəyir fırça sənəti olsun, heykəltaraşlığı olsun, musiqi sənəti olsun. Və biz bütün hamısını saya bilərik və ən axırda sənin və mənim məşğul olduğum jurnalistika olsun. Bunlar hamısı enerji istəyir insandan. Əgər sən onun üzərinə enerji qoymursansa, o mütləq hiss olunur. Yəni, kənardan mütləq onu dinləyici mi, oxucu mu, tamaşaçı mı, hökmən onu dərk eləyir. Və onunla sənin arandakı rabitə xeyli dərəcədə nazilmiş, hətta bəzi məqamlarda üzülmüş olur. Ona görə də mənə elə gəlir ki, sənət adamları məhz sənətdə qalmalıdırlar və bütün güclərini sənətə sərf eləməlidirlər. Siyasət özü böyük bir, necə deyim, dəryadır siyasət özü. Və siyasətdə soyuq ağıl da lazımdır, siyasətdə ürək də lazımdır, siyasətdə hər tərəfli dünya görüşü lazımdır, yüksək intellekt lazımdır, siyasətdə bütün sahələrə bələdlik və hətta bilmədiklərini biruzə verməmək qabiliyyəti. Sənətdə bu getmir. Sənətdə sən nəyi bilmirsənsə, dərhal sən biruzə verilirsən. İstəyirsən, nə dərəcədə məharətli adam olursan ol. Amma siyasətdə hətta sən bilmədiklərini örtbasdır etməyi bacarmalısan. Özünü elə göstərməlisən ki, sən onu bilirsən. Yəni, siyasətin özünün yaxşı mənada, yüksək mənada, mən çox loru deyəcəm, biclikləri var. Amma sənət belə deyil. Sənət nə qədər duru olsan bir elə yudacaqsan. Nə qədər, sən aydınlaşdıqca sənətdə sən daha böyük nailiyyətlər əldə edəcəksiniz. Siz təsəvvür edin Mirzə Cəlilin hekayələri. Mirzə Cəlilin hekayələrini oxuyan adam elə bilir ki, o hekayələrdən yaza bilər. Amma onu ancaq Mirzə Cəlil yazıb bizim ədəbiyyatımızda. Onun böyüklüyü də sadəliyindədir. Onun böyüklüyü sadəliyindədir və bizim eldə bir söz var, deyir ki, duru su dayaz görünər. Bu sənətə aiddir. Siyasətdə bu getmir. Siyasətdə görünən və görünməyən tərəflərin tarazılığı böyük rol oynayır. Çox sağ olun. Natəvan xanım, povestlərinizin birində
qəhrəmanınız haqqında yazırsınız ki, asılmışdı bu dünyadan və ayaqları yerə çatmırdı. Siz özünüz tərki dünya olmusunuz? Yox, tərki dünya olmuşam deyə bilmərəm. Ümumiyyətlə söz sənəti belədir ki, həyatdan üzülərək həyata qarışanda nə isə almaq mümkündür. Yəni o vaxtdır ki, sən asılmısan fikirlərlə, asılmısan hisslərlə, asılmısan səni narahat eləyən problemlə və sənin ayaqların yerə çatmır. Elə bil, bəzən hətta elə anlar olur ki, sən qeyri-iradi yeriyirsən. Suallara qeyri-iradi cavab verirsən. Ümumiyyətlə, mən sizə deyim ki, mən istər yazı prosesində, istər də yazıdan kənar olduğum vaxtlarda bütün imkanım daxilində həyatı olmağa çalışan adamam. Məsələn, bəzən olur ki, mən heyrətamiz dərəcədə yaddaşsızlıq özünü göstərir və mən bütün gücümlə çalışıram ki, onu biruzə verməyəm. Çünki mən özümün elədiyim təsadüfi hərəkətdən və yaxud da ki, unutqanlıqdan özüm dəhşətə gəlirəm və hiss eləyirəm ki, bu məni heyrətləndirirsə, mənim qarşımdakı adam bunu eşitsə, ən yaxşı halda fikirləşər ki, deyəsən, bunda biraz çatmır. Ona görə onu mən özümdə, necə deyərlər, tarazlamağa, özümdə onu yerbəyer eləməyə, özümdə onu tez aradan qaldırmağa cəhd göstərirəm. Amma o demək deyil ki, məsələn, sənətdə sözdən, fikirdən, problemdən, duyğulardan sən asılı qalasan və ayağın yerə çatmaya. Əgər sənin bütün yazdıqların, bütün dediklərin, o çox işlənmiş sözdür, amma çox dəqiq sözdür. Mən sözümü unutmayım, onu deyim ki, bəzən biz çox işlənmiş faktlardan qaçırıq və nəticədə böyük həqiqətlər itirmiş oluruq. Yəni, onu yerində biz ondan istifadə eləməliyik. Heç vaxt onun çox işlənməyi, heç də onun dəyərsiz olduğuna, necə deyərlər, sübut deyil, əsas deyil. Bax, ora gətirmək istəyirəm fikrimi ki, torpaqdan güc almayan hər hansı nəsə, konkret olaraq sənət, mənə elə gəlir ki, tam şəkildə özüllü ola bilmir. Tam şəkildə. İstəyir bu şəhər torpağı olsun, istəyir kənd torpağı olsun. Bunun heç bir əhəmiyyəti yoxdur. Şübhəsiz ki, kənddə müqəddəs qüvvələrmi deyim, ilahi enerjilərmi deyim, məsələn, sənət yönlü duyğularmı deyim, daha güclü olur. Bu danılmaz faktdır, yəni heç kəs bundan inciməz. Amma hər halda şəhər mühiti özü zaman-zaman seyrək də olsa, kimlərisə və nələrisə yetirir. Onların özü də kifayət qədər dəyərlidir, istəyir yaratdıqları, istəyir onların özləri. Yəni, üzülməmək, bu dünyanın yerindən üzülməmək. Amma bu bizdən asılı olmayaraq, bəzən olur ki, məsələn, mən sizə deyim ki, siz o misal gətirdiyiniz əsərdə dəqiq olmayaraq, elə bil təhdəl şuurda, yəni fikir altında haradasa 20 yanvar hadisələri də çulğaşır, keçir oradan xətkimin. 3 nöqtə povestidir. Amma mən sizə deyim ki, bax, elə həmin anın özündə bizim xalqın böyük bir əksəriyyətinin elə bir ayaqları yerdən üzülmüşdü. Məhz həmin probleminə, məhz həmin atmosferdən asılı qalmışdı. İnsanlar vakumda qalmışdılar. Yəni, onu inkar eləmək olmaz. Amma sənət, yenə deyirəm, ola bilər ki, hansısa duyğudan, hissdən irəli gələrək, bəzən asılmış olsun, ayaqları yerə çatmasın, əlləri yerə çatmasın, amma bu uzun müddət davam eləyə bilməz. O hökmən enməli və öz gücünü torpaqdan götürməlidir. Nativan xanım Faulkner yazırdı ki, yazıcı lap tənqidlərə də məruz qalsa, həqiqəti yazmalıdır. Yəni, yalan orduları hərəkətə gətirə bilər, bir xalqı yolundan saptıra bilər, hətta özünü həyat kimi qələmə verə bilər, amma heç vaxt böyük ədəbiyyat ola bilməz. Amma onu da nəzərə alaq ki, həqiqət özü nisbi anlayışdır, yəni hər kəsin öz həqiqəti var. Burada hansı həqiqətdən söhbət gedir? Bilirsiniz, siz dediyiniz kimi, yəni yalan bəzən böyük siyasi nələrsə mühüm belə rollar oynaya bilər. Amma sənətdə, bayaq da müəyyən mənada biz buna toxunduq, sənətdə yalan yerimir. Oxucunun, dinləyicinin, tamaşaçının kontingenti çox təhlükəlidir. Mən indi konkret olaraq öz sənətimiz baxımından deyim, oxucu çox yüklü sözü də sevmir. Çox yüksüz sözü də sevmir. Orta söz də adi qarşılayır. Ona doğru söz lazımdır. Məhz doğru söz. Sən bütün məqamlarda,
bütün məqamlarda yazıda doğru olmalısan. Başqa cür mümkün deyil. Başqa cür alınmayacaq. Yenə deyirəm, yüklü söz yorur onu. Onu tapana qədər, məntiqi çıxardana qədər özü üçün. Axı siz bilirsiniz ki, hər bir oxucu, hər bir dinləyici, hər bir tamaşaçı əsərdən öz qabınca götürə bilir, öz tutumunca götürə bilir. Və o həddən artıq yüklü söz onun o analizə baş işlədir. O özünü yorur sənin fikirlə, səninlə ayaqlaşmaq üçün o özünü yorur. Ona görə sənin istədiklərin hamısı gedib hədəfə çatmalı. Yüksüz söz, o heç kəsə lazım deyil. Bayaq dedim, orta söz də adi qarşılanır. Ən düzü, ən uğurlusu doğru sözdür. Və sizin dediyiniz həmən o yalan, doğru vuruşması, çarpışması, necə deyim, qaynayıb qarışması sənətdə üzə çıxır. Bəlkə insan həyatında heç üzə çıxmır. İnsanın həyatının o qədər gizlinləri var ki. Bəzən ən sadə tanıdığımız, ən gözəl tanıdığımız insanın da həyatında nələrsə var və o nələrisə o heç vaxt açmır. Amma sənətdə belə deyil. Sənətdə biri açmayacaq, digər ondan daha fəhimlisi onu açacaq. Fəhimlidən də biraz daha savadlısı, daha dünya görüşlüsü, daha fəlsəfi düşüncə tərzinə malik olanın biri səni açıb dağıdıb tökəcək ortalığa. Yəni sənətdə doğru olmaqdan başqa yol yoxdur. Şəxsən mən belə fikirləşirəm. Natəvan xanım, Sovet dönəmindən müstəqilliyə keçid mərhələsi bir çox insanlarımızın ruhunu öldürdü. Mən bu yaxınlarda tanınmış bir yazıçının son yazılarından birini oxudum və çox təəssüfləndim. Yəni bu yazıçının bir vaxtlar ürəkləri yerindən oyadan, yəni bütün duyğuları oyadan ruhu artıq yox idi, ölmüşdü. Və mənə elə gəldi bu bir yazıçının ölümü yox, bir insanın ölümüdür. Yəni bir dəfə sizinlə söhbət eləyirdik. Siz çox maraqlı bir fikir dediniz. Dediniz mən müəyyən məqamlarda insanları hansı əşyalara bənzədirəm. Yəni o mahiyyəti ilə səsləşən hansısa bir əşyaya bənzədirəm. Yəni bu təbii ki, bir yazıçı müşahidəsi idi. Yəni nə vaxtdan bu fikirlər yaranıb sizdə? Günel, belədir ki, bilirsiniz, hər bir insanın, yəni sənətlə məşğul olan insanın, mən bayaq dedim ki, mən çox anlarda özümü daha həyati, daha adi, daha real olmağa sövq eləyirəm. Yəni evdə də, işdə də, yəni belə mənə xoşdur, belə mənə rahatdır. Çünki bu anda mən dərk olunuram. Bu anda məni başa düşürlər və mənə hər şey asan olur. O yerdə ki, mən ətrafımdan və özümdən ayrılıram, orada özünü cilovlamaq çox çətindir. Və sən kənardan biraz qəribə, biraz belə anlaşılmaz görünə bilərsən, ona görə də o bizim üçün çətinlik yaradır. Bax, dediyiniz fikirlər və ona bənzər, ondan da qəribə fikirlər ümumiyyətlə olur məndə. Bəlkə yazılardan yorulanda, bəlkə yazılardan sarsılanda, elə bir özüm üçün əyləncəli olan elə fikirlər hardasa məni elə bir ovudur, hardasa məni dincəldir. Özlüyümdə dincəlirəm mən ondan. Ondan əlavə ümumiyyətlə insanları çeşid-çeşid təhlil eləməyə qalsa, çeşid-çeşid insanları dərk eləməyə və qruplaşdırmağa qalsa, siz inanın ki, bu bəlkə bir ömür yetməz buna. Çünki insan o qədər mürəkkəb bir məfhumdur, insan o qədər qeyri-adi dərəcədə müxtəlifdir ki, siz təsəvvür edin, bir insan bir-birinə oxşamadığı kimi, bir əlin cizgiləri o birisi əlin cizgilərinlə, izlərinlə eyni olmadığı qədər insanların xarakterləri bir-birindən fərqlidir. Sadəcə böyük anlamda insanların xarakterlərini qruplaşdırmaq mümkündür. Emosional insanlar, bədbin insanlar, daha nikbin insanlar. Yəni bunlar da şərtidir. Burada da insan alınmır. Sadəcə ulu yaradanın, bəlkə təbiətinmi, bəlkə fövqəl təbii bir qüvvəninmi, elə gücü ondadır ki, insanın biri o birisinə bənzəmir. Hər kəs ayrıcadır. Və siz dediyiniz kimi onu hər şeyə bənzətmək olar. Görünür o beyin yorğunluğundan, ya fikir sarsıntısından həm də müəyyən mənada irəli gəlir. Amma Günel, indi necə olubsa mən onu sənə demişəm. Amma elə şeylər var ki, onu bəzən ətrafla bölüşməmək lazımdır. İmkan daxilində bütün fikirləri ətrafla bölüşməmək. Çünki orada qəribəliklər ortaya çıxır və sən özün hardasa dərk olunmaya bilərsən. Bacarıb onları yazılarda üzə çıxardanda səndən uzaqlaşır. Məsələn, mən yazımı yazdım. Sonradan dəyişmirəm.
Heç vaxt dəyişə bilmirəm yazılarımı. Dəyişmək marağında olmuram. Elə bil necə bir çox üzr istəyirəm, bir uşaq doğulan kimi də onun sonradan necə dəyişmək olar? Uzaqbaşı onu saçını istədiyin kimi düzəldə bilərsən, geyimini istədiyin kimi geyindirə bilərsən. Bax belə çox kosmetik, çox xırda bir dəyişikliklər nələrsə eləyə bilərəm. Amma bütövlükdə mən yazıları heç vaxt dəyişmirəm. Necə yazdım, elə də çapa verirəm və taleyimdən razıyam ki, mən indi hekayələri demirəm, hələ çap olunan bu 3 povestimin bir cümləsi də dəyişdirilmədən çap olunubdur. Yəni o mənim ürəyimcədir. Mən o yazılar çıxan anda oxuyuram onu, narahatçılığıma son qoymaq üçün. Bir dəfə, 2 dəfə, 3 dəfə oxuyuram. Sonra siz mənə inanın. Mən məsələn onu oxuyuram elə bil ki, Günelin əsəri kimi. Tamam başqa adamın əsəri kimi. Mənim sonuncu yazım Azərbaycan jurnalının 2003-cü il 7-ci nömrəsində çap olunub. Və mən artıq bəlkə 1 ildir onu oxumuram. Amma birdən onu götürüb oxusam, doğrudan elə bil ki, istənilən bir əsəri oxumuş əhvalı keçirdirəm. Baxmayaraq ki, o mənim elə bil varlığımın bir parçasıdır. Orada mənim bəlkə yaşam anlarımdan nələrsə var, orada mənim hisslərimdən, duyğularımdan, yalnız özümə məxsus olan fikirlərimdən nəsə var. Amma fərq etməz. Elə mən onu oxuyuram, elə bir əsər kimi. Yəni ola da bilər ki, yenidən nəsə görüb götürürsüz öz əsərinizdən. Tamamilə düzdür. Mənə elə gəlir ki, sənətdə boy artımı mühüm amildir. Yəni sənətdə boy artımı lazımdır və onu özünü və digərlərini öyrənə, özünü və digərlərini inkar eləyə ona nail ola bilərsən. Yəni mən o inkarçı mövqeyi sevmirəm şübhəsiz. Son illər dəbə düşmüş əvvəlki ədəbiyyatı tamamilə inkar eləmək və hər şeyin indi başladığını iddia eləmək son dərəcə zərərli tendensiyadır. Əgər vaxtında o nələrəsə nail olubsa, onu demirəm bütövlükdə, demirəm lap 90%, hətta 10%, hətta 1% də onda yaxşı nəsə var və hər şeyi bütövlükdə inkar eləmək zərərlidir. Natəvan xanım, səslər sizin həyatınızda çox böyük rol oynayıb. Radioda səs yaddaşıdır və taleyinizi bu səs yaddaşı ilə bağlamısınız. Və bir də bir keçmişimizin yaddaşı var ki, bu sizin yaradıcılığınızdan bir ana xətt kimi keçib gedir. Hətta 3 nöqtə povestinizdə qəhrəmanınızı Qobustan qayalarından gələn səs təqib edir və məhz təqib edir. Ya bu nə ilə bağlıdır? Niyə məhz təqib edir? Mənə elə gəldi qəhrəmanınız hardasa qorxur bu səsdən ya bəlkə bu keçmişimiz qarşısında bizim daşıdığımız və ya daşımadığımız məsuliyyət hissidir. Keçmişimiz qarşısında biz qədərindən az, lazım olduğundan çox az məsuliyyət daşıyırıq. Bunu indi mən burada kəşf eləmirəm, bu artıq deyilir. Amma biz özümüzü islah eləməyən adamlarıq elə bil ki. Yəni, görünür çox demək lazımdır ki, nəyəsə nail olaq, nəyisə eləyək. O doğrudur. Yəni, biz öz səylərimizi, öz cəhdlərimizi, öz doğmalığımızı artırmalıyıq. Buna zərurət var. İkinci səs dediniz, bəlkə də taleyin qismətindəndir. Mən taleyimi radioya bağladım və radio səs deməkdir. Günel, mənim çox qəribə səsə artıq həssaslığım yaranıb. 15 ildən artıqdır mən radiodayam və mən insanın sifətini unuda bilərəm, amma səsini heç vaxt unutmuram. Mən insanın üzünə baxanda onun xarakterini xeyli dərəcədə düzgün, demirəm tam, amma xeyli dərəcədə düzgün təyin eləyirəm. Amma mənə elə gəlir ki, ondan daha dəqiq mən onun səsinlə xarakterini təyin eləyə bilirəm. Yəni, səs mənim üçün mühüm amildir. Və siz inanın ki, yaradıcılıq özü elə müəyyən mənada səsləri tutmaqla bağlıdır. Bilirsiniz, bəzən görürsən ki, eyni dövrün yazıcısı birdən bir-birinə oxşar əsərlər yazır. Tam səmimiliklə deyim, hətta mən özümdən əvvəlkilərəm də karant dayanım onlara ki, onlar bir-birini oxumadan o hal baş vermişdir. Bilirsiniz, o nə ilə bağlıdır? Atmosferdən tutursan sən onları. Hər bir insan özü düşünəndə atmosferə müəyyən impulslar, müəyyən enerjilər buraxır. O atmosferə yayılır. Və sən həm atmosferdən alırsan, həm də verirsən. Başqa bir nöqtədə kimsə onu tuta bilər. İndi o bilmirəm, səs şəklində mi deyim ona, işıq şəklində mi deyim, enerji şəklində mi deyim. Axır nədirsə, yaradıcılıq təkcə fərdin gücü daxilində olan bir iş deyil. Nədirsə görünür, çox təmiz olmaq lazımdır, çox həssas olmaq lazımdır ki, atmosferdən daha böyük enerji götürə biləsən. Yəni o səs
bağlı sizin dedikləriniz, yəni özünüzə məxsus olaraq çox maraqlıdır, çox gözəldir. Səs mühüm şeydir həyatda. Biz bəzən hər bir insan kiməsə ruhunu daşıyırıq. Mən indi bilmirəm ki, kimin ruhunu daşıyıram. İnsanın özündən çox mən ruhunu qiymətləndirirəm. Bəzən görürsən, insan elə bir adi adamdır, baxırsan, heç diqqətini cəlb eləmir. Onunla yaxınlıq eləyirsən, onunla söhbət eləyirsən, onunla müəyyən əlaqələrin olur, görürsən ki, bu necə zəngin adamdır. O adamın demək ruhu yüksəkdir. Daşıdığı ruh özündən böyükdür. O özündən böyük, özündən zəngin adama ruhunu daşıyır. Bax, o sizin dediyiniz o səslə hardasa paralelləşə bilir. Yəni ruh deyəndə görünür, o da elə səs şəklində, işıq şəklində, bir necə deyim, səmavi bir qüdrətlə qonur insanın varlığına. Çox sağ olun Natəvan xanım. Hər bir qələm sahibinin yazmaq istədiyi, amma yazmadığı bir söz olur və yazıcı ömür boyu o sözü axtarır və bəlkə onu yenidən yazmağa da məhz o söz vadar eləyir. Və mən istərdim ki, bu söhbətimizə biz nöqtə qoymayaq, 3 nöqtə qoyaq, məhz 3 nöqtə. Çox sağ olun Günel xanım. Mən sizi üz-üzə tərifləmirəm, amma mən jurnalistikada özümdən sonra və gələn istedadlı gənclərdən, məndən yaşca kiçik olanlardan kimi görəndə elə bilirəm mən ailəmin bir üzvünü görmüşəm. Yəni onu bir doğma bir məhəbbətlə sevirəm. Çünki o bizə lazımdır. Nəsillər dəyişməsində, nəsillər ötürüşməsində bütün dəyərləri biz ötürməyə çalışırıq və mən çox sevinirəm ki, qələminə hörmət elədiyim Günellə biz bir efir görüşündə olduq. Jurnalist Günel Natiqin, yazıçı publisist Natəvan Dəmirçioğlu ilə müsahibəsini dinlədiniz. İl 2004.